السلام عليكم ورحمة الله وبركاته. وعن عبد الله بن مسعود رضي الله عنه مرفوعا إلى النبي صلى الله عليه وسلم في الحديث: ليس مؤمن بالطعان ولا اللعان ولا الفاحش ولا البذيء. Deməli, hadisi Abdullah ibn Məsud rivayet eləmişdir. Hadis marfu hökmündedir. Yani Allah Nəbisi sallallahu aleyhi ve selleme nisbət olunur ki, ola bilsin ki, ondan eşidib. Onun sözləridir. Amma Abdullah ibn Məsudun keliməsi kimi çatırıldığına görə hadis marfu. Hadisin hökmünə gələndə hadis sahhahul hakim və Darakutni rəccahahu, həmçinin Şeyx Albani hadisi səhih görür. Hadisin kelimələri: Leysel mu'minu bit ta'an, mümin tənə edən, yəni çoxlu söyüş söyən, çirkin sözlər deyən, tənə edən, insanları yuxarıdan aşağılayan, alçaqlayan, onlara əziyyət verən söz deyən kəs deyil. Leysel mu'minu bit ta'an və lə'an, nə də çoxlu lənət. La'an siğətil mübaliğə, la'an davamlı lənət edən də deyil. Ta'an siğətil mübaliğə, davamlı tən edən. Hep görərsən ki, ləqəb qoyur, ləmz edir, ləqəblər qoyur, ləqəblər insana taxır, müxtəlif ləqəblər, ya da ki, la'an çoxlu lənət eləyir. Bunu batil zəlat firqələrinin birində görürsünüz. Hər şey lənət eləyirlər. Hər şeyə, onların dini başdan ayağa lənət üzərində qurulub. Bu mömin sifəti deyil. Yəni Rasulullah sallallahu aleyhi ve sellemin ona iman edənlərinin, qardaşlarının, möminlərin sifəti la'an deyil. Nə də ki, ta'an deyil, tən edən deyil. Və sonra burada qəlbi bir kəlmə gəlir. Vələl fahiş, və mömin fahiş deyil. Əzizlərim, əl-fahiş keliməsi ərəb keliməsidir. Baxmayaraq ki, Azərbaycan morfologiyasında da, Azərbaycan dilində də bu kəlmə var, amma bizim dildə bu başqa yerdə istifadə edilir. Misal üçün, ərəb dilində əl-fahiş keliməsi, yəni günah mənasına gəlir, mütləq günah mənasına gəlir və daha geniş mənalarını özündə ehtiva edir. Misal üçün, ərəb dilində desən ki, Hədər rəculul fahiş, bu fahiş üzr istəyirəm kişidir, yəni ağzı söyüşlü, çirkin sözlər danışan kişi. Misal üçün, ərəb dilində bu qəsd olunur. Amma bizdə tamam başqa mənaya yazılır, elə deyilmi? Ona görə söz ərəb dili olduğuna görə və hədisdəki əl-fahiş keliməsi ərəblərdə necə anlanılır? Yəni, mömin fahiş olmur, yəni ağzı göyçək, üzr istəyirəm. Yəni, danışanda ağzından kir tökülmür, dır tökülmür, ağzından dür tökülür. Gözəl kelimələrdən istifadə edir. Allah Azze ve Celle buyurur ki: وَقُولُوا لِلنَّاسِ حُسْنًا, və insanlarla danışarkən gözəl kelimələrlə danışın. Onlarla gözəl raftar edin. Onlara قُولُوا حُسْنًا, gözəl tavırda onlarla davranan, gözəl sözlərdən istifadə edin. Həmçinin Allah Azze ve Celle buyurur ki İsra suresinde: وَقُلْ لِعِبَادِي يَقُولُ الَّتِي هِيَ أَحْسَنُ إِنَّ الشَّيْطَانَ يَنْزَغُ بَيْنَهُمْ. Ve kullarıma de ki, danışanda birbirleriyle güzel kelimelerden istifade etsinler. Güzel sözlerle birbirlerine muhatap etsinler. Çünkü şeytan hakikaten onların arasında bu kelimeler vasıtasıyla vurar. Fikir verdin? Şeytan bu kelimeler vasıtasıyla onların arasına vurar. Deməli, əl-fahiş nə deməkdir? Yəni, ərəb dilində geniş mənaları özündə ehtiva edən, dərin mənaları özündə toplayan bir sözdür. Misal üçün deyirsən ki, hədəl əməlül fahiş, bu pis əməldir. Ərəb dilində mütləq bu mənaya gəldi. Yəni, fahiş əməl pis əməldir. Misal üçün, o elementar kiçik şeydən də başlaya bilər, lap böyük şeyə kimi, böyük günaha kimi gedir. Yəni, dərakətdir. Yəni, aşağıdan lap dərinə kimi gedə bilir. Misal üçün, məscidin qiblə istiqaməsində bəlğəmli tüpürmək fahiş əməldir. Fahiş əməldir. Amma bizim ərəb dilindən, Azərbaycan dilindəki kəlimə tam başqa məna verir, düzdürmü? Fahiş əməl bizdə nə deməkdir? Misal üçün, ərəb dilində nəğmə oxuyan qadının əməli, nəğmə oxuması fahiş sayılır. Qadının misal üçün açıq yerdə, açıq-saçıq yerdə rəqqasəlik eləməyi, bu əməl, rəqs əməli özü fahiş sayılır. Elə təkcə bu əməlin özü, başqa şeylə ehtiyac yoxdur. Və belə dərinə getdikcə, sizin ta məşhur tanıdığınız o əməl ki var, fahiş əməllər.
Tav əməllər də həmçinin bu kəlmənin içərisindədir. Fahiş əməllər, yəni böyük günahlar, zina, livat və s. ilə axır, iyazım billah. Deməli, hədisdə nə gəlir? Hədisdə gəlir ki, leysə mu'minu bit-ta'an. Mömin davamlı tənə edən deyil. Görürsən ki, yəni bu sifət müsəlmanın sifəti deyil. O ki qaldı möminin sifəti. O ki qaldı dəvətçinin sifəti. Əslində bu kişinin sifəti deyil. Davamlı tənə eləmək. Yəni sən nəyə tənə edirsən? Ona ləqəb geyindirsən, buna ləqəb qoyursan. Yəni insanlar istəsə onlar da sənə ləqəb qoyarlar. Elə qəşəng ləqəb qoyarlar ki, amma onların şəxsiyyəti, mənliyi və onların dərəcəsi buna əl vermir. Yəni ləqəb qoymaqla sən hara kimi gedəcəksən? Yəni bu mömin sifəti deyil. O ki qaldı müsəlman, o ki qaldı dəvətçi. Leysə mu'minu bit-ta'an. Ta'an siğəti mübaliğə. Daima elə bu işlə məşğuldur. Bunlar ləmz edirlər. Allah Azze ve Celle ləmz edənləri lənətib. وَيْلُ لِكُلِّ هُمَزَةٍ لُمَزَةٍ. Lüməzənin də mənalarından biri ləmz, insanlara ləqəblər taxmaq. Hərəsinə bir ləqəb verir. Baxsan görsən o ləqəblərin özündə var. Baxsan görsən ki, o insanlar tan etdiyi sifətlər, verdiyi sifətlərin özündə onlar hamısı var. Həyatında da var və həmin o cürə danışan insanları çox gözəl tanıyırıq. Amma subhanallah hər şey danışılmaz. Yəni insanın efir danışma qabiliyyəti olmalıdır. İnsanlarla danışanda efirdə ən gözəl sözlərdən danışmalıdır. Ən gözəl kəlmələrdən istifadə etməlidir. Əgər bacarmırsa, bizdə çox dəyərli, hörmətli qardaşımız aparıcı, professional aparıcı Elcan Bloger var abi. Getsinlər onun yanına bir dəftərlə qələmlə onlardan efirdə necə danışmaq, nitq və əxlaq və mədəniyyət dərsləri alsınlar və düzgün Azərbaycan ədəbiyyatında danışmaq dərslərini alsınlar. Görürsən, o insan şəriət elmlərlə zəng olmasa da, amma innəllaha la yu'ti alə rifqi mə la yu'ti alə unf. Allah Taala'nın rifqə, mülayimliyə, mədəniyyətə, əxlaqa, gözəl kəlmələrə verdiyi bərəkəti və xeyri Allah Taala kobudluğa verməyib. Buna görə emosiyalarını qapanıb, emosiyaları ilə danışan, elə danışdıqca emosiyalarından yəni qovrulub insanlara ləqəblər qoya-qoya tənə edə-edə o insanların dəvətində də bərəkət yoxdur. Onlar üz qarasıdır dəvətdə və həqiqətən dəvət günləri onların əlindən əziyyət çəkir və həqiqi sələfi və sünnə dəvətinə zərbə vuranda elə onlar özləridir. Məyər görmürlər düşmənlərə, onlar xidmət edirlər. Məyər görmürlər ki, siz nəyə xidmət edirsiniz? Kimə xidmət edirsiniz? Məyər görmürsünüz sizin danışıqlarınız həp zəlalət bidət firqələrinin kanallarında məsxərə mərkəzinə çevrilmişdi. Yəni belə dəvət olmur. Məyər sizə Mədinə İslam Universitetində Turuqud Da'va və Asalibihə əsərini əzbərlətdirib imtahan almayıbmılar mı sizdən? Şəxsən mənə bu dərsi keçiblər. Hardasa 250-260 səhifəlik kitabdır. Və şükürlər olsun ki, mənə şərəf oldu ki, bu kitabı mənə müəllif özü keçib bizim universitetdə, Şəriət Fakültəsində. Müəllif də İndoneziyəli asıllı ərəbdir, alimdir. Bu kitab var ya, Turuqud Da'va və Asalibihə. Dəvətin yolları və üslubları. Nəyə öyrədir? Dəvətdə hansı kəlmələrdən istifadə etmək olmaz. İstir həzər elə, istir təhzir elə, istir çəkindir. Ədəb, ədəb, yenə də ədəb. Əxlaq, mədəniyyət, elm əhlinə yaraşan. Alimə yaraşan. Yoxsa baxırsan, görürsən elə bir ki, məşdağa lotusudur, bilmirsən, yəni balaxanı qədəşidir, yəni insanın danışıq qabiliyyəti də yoxdur, yəni mədəniyyəti də yoxdur, əxlaqı da yoxdur, insan danışa da bilmir. Üstəlik də artır ora davamlı tənə eləmək, alçaltmaq, aşağılamaq, yuxarıdan aşağı belə danışmaq, sən kim olursan? Və üstəlik insanlar ləqəblər geyindirir. İnsanlar da istəsə sənə qəşəng ləqəblər geyindirirlər. Elə qəşəng ləqəblər geyindirirlər. Bu şeylərə dəvətçi mütləq diqqət eləməlidir. Mütləq diqqət eləməlidir. Ona görə o cürə dəvət sələf dəvəti deyil, özünü öldür. O cürə dəvət, ola bilsiniz ki, sənin hakimiyyə, xuruc, təkfir məsələdə mənhəcin sələfidir, alqışlar. Çox gözəl. Elə məndə də həmin mənhəcdir. Amma dəvət üslubundakı sənin mənhəcin sələfi mənhəci deyil. Sələfi mənhəci deyil. Sələfi, Şeyx Albani demişkən, hər şeydə sələf olmalıdır. Dəvətində də, danışında da, xitabında da, uslubunda da, mövizəsində də, mədəniyyətində də, əxlaqında da, əqidəsində də, usulunda, hər şeydə. Amma bir şeydə sələfi, digər şeydə də ki, yəni tənə edən, Allah nəbisi buyurur sallallahu aleyhi ve sellem, leysel mu'min, mu'min deyil.
Yani kamil iman sahibi değil. Müminlerin sıfatından değil. Bitta'an. Devamlı tane eden. Velella'an. Devamlı lanet eden. Yani sen bu bidat firqəsində girərsən, deyərsən ki, onu ver Allah sənə lənət eləsin. Bunlar da dildə, adətdə. Misal üçün, filan kəsə lənət olsun. Allah sənə lənət eləsin. Bu sifət şükür Allaha əhl-sünnədə əsla yoxdur. Bidat əhlində var, rafizlərdə. Həmçin gəlir ki, vələl fəhiş və mömin bu sifətə də malik deyil. Yəni söyüş-söyən deyil onun ağzı. Fahiş nə deməkdir? Şeyx Süleyman Ruheyli bunun şərhində deyir ki, Əl-ləzi yəqulu qavləl qabih. O kəs ki, çirkin sözlər deyir. Danışanda çirkin kelimələrdən istifadə edir. Əv yəfəalu qavləl qabih. Ya da ki, elədiyi əməllər çirkindir. Yəni, misal üçün, gəlir, görür ki, qonşunun həyəti darvazası açıqdır, içəri boylanır. Bu əməl ərəb dilində fahiş əməl adlanır. Yəni, ərəb dilində dediyim kimi bu daha geniş mənalı ehtivadır. Üstəlik də icazəsiz onun bağına girir. Lap betər. Üstəlik də görür ki, ev açıqdır və pəncərədə açıqdır. İçəridə də ki, ailə var, söhbət edirlər, boylanır. Salam məleykim. Ağsaqqal evdədir. Bu əməl fahiş əməldir ərəb dilində. Çünki bütün mədəniyyətin ramkalarını pozmuşdur. Birinci, sən qapıdan içəri baxmağın haramdır İslamda. O ki, qaldı icazəsiz bağın içərinə girmək. Üstəlik evin həyətinə kim girib və pəncərədən içəri baxıb və ailəni görmək və demək ki, ağsaqqal evdədir. Ərəb dilində bu da əməl elə kiçik buradan başlayır, ta böyüyənə kimi günahların ən fahiş günahlarına kimi gedir. Allah Azze ve Celle buyurur ki, şeytan sizə pisliyi və fahiş əməlləri əmr edər. Və həmçinin hədisin davamında gəlir ki, vələl fahişu vələl bəzi. Həmçinin mömin bəzi deyil. Bəzi nədir? Ağzı söyüşlü. Bəzi insanlar görürsən ki, ucqar kənd yerlərində, sivilizasiyadan uzaq yerlərində görərsən insan ağzı hep söyüşlüdür. Yəni söyüş onun cümləsinin hər ikinci kəlməsidir. Bu belə olmur. Mömin belə olmur. Vələl bəzi. Həmçinin söyüş olmasın çirkin kəlmələr. İnsanı alçaldan, insanı ləqəb geyindirən, insanı aşağılayan, insanı yuxarıdan aşağılayan. Bu mömin sifəti deyil. Hədisə gələndə hədisi Şeyx Albani səhihləşdirmişdi. Hədisi hakim rivayət eləmişdi və sahaha. Həmçinin Daraqutni rəccaha və hədis marfu Abdullah ibn Mas'udun sözləri olsa da Allah Nəbisi sallallahu aleyhi ve sellemə raf edilir. Keçək digər hədisimizə. Digər hədisimizi Əbu Dərdə radiyallahu anhu Allah Nəbisi sallallahu aleyhi ve sellemdən belə rivayət edir. İnnallaha yubghidul fahişəl bəzi. Həqiqətən Allah-u Teala əl-fahiş vəl-bəzi olana buğz eləyər. Əl-fahişi izah elədik. Əl-bəzi izah elədik. Əl-fahiş pis kəlmələr danışan və pis əxlaq sahibi, həmçinin pis əməllər və pis feillər edən istər kişiyə, istər qadına deyilir. Və bu günah yəni kiçikdən böyüyə kimi gedir. Əl-bəzi yəni danışarkən söyüş istifadə edən, ağzı söyüşlü olan insana əl-bəzi deyilir. Deməli, Allah Əzzə və Cəl, İzzət və Cəlal sahibi təsəvvür eləsən, ey dəvətçi, sənə buğz eləyir. Həqiqətən Allah Subhanahu Taala'nın sifətlərindən əl-hubbu vəl-buğz, necə Şeyx Abdurrazaq deyir bunun şərhindən və Şeyx Süleyman Ruheyli, Allah Taala sevir kimi mömin qulu, kəram sahibi, ehsan sahibi, iman sahibini, təqva sahibini. Həmçinin Allah Azze və Cəllə buğz eləyir, yəni nifrət eləyir, qəzəblənir. Kimə? Hədisdə gəlib onlardan biri əl-fahişəl-bəzi. Ağzı göyçək olan, bizim dildə desək üzr istəyirəm, yəni hep söyüş söyər, ağzından çirkin sözlər çıxar, tənə çıxar, alçatma sözlər çıxar, insanla alçadar, danışanda emosiyalarını qapıb, emosiyalarına hökm verər. Bu dəvətçinin sifəti deyil, o ki qaldı müsəlmanın, möminin və s. ilə axır. İkinci hədisimizə gələndə, Əxracahu Tirmizi və Sahaha, İmam Tirmizi sünəndə rivayət edilmişdir və həmçinin özü də səhih görmüş və Şeyx Albani həmçinin də səhih görür. Digər hədisdə gəlir ki, Mə kənən nəbiyyü sallallahu aleyhi ve sellemə fahişəl-bəzi. Bu hədisi isə İmam Buxari Cami Sahih hədisini rivayət edir. Buyurur ki, sahabi gəlir, Allah Nəbisi sallallahu aleyhi ve sellem özü də belə deyildi. Hansı sifətlərə malik deyildi? Əl-fahişəl-bəzi. Əl-fahiş izah elədik. Pis və çirkin kelimələr danışan və pis və çirkin əməllər görən, əlbəzi söyüşlü ağız olan insan. Allah Nəbisi bu sifətə malik deyildi. Yəni burada Allah Nəbisinin simasında dəvətçinin obrazı var. Dəvətçi belə olmur. İslam dəvətçisi, iman dəvətçisi belə olmur. Bu, yəni Allah Nəbisi sallallahu aleyhi ve sellemin nəhcindən çıxmış, onun yolu ilə getməyən, onun yolu ilə dəvət etməyən insanların
düşdüyü kobud, xatadır. Allah hamımızı muaf eləsin. Və şərhində gəldi ki, huvellezî yekulu qavlel qabih. Ne demektir? El-fahiş, çirkin sözler danışır. Danışanda çirkin sözlerden istifade edir. Daiman həmçinin eləyəndə də çirkin işlər görür. Ve Şeyh Süleyman Ruheyli deyir ki, ve mümine yaraşan ve ondan əsla tələb olunan odur ki, ta'an olmasın, tənə edenlerden olmasın. Əsla tənə etməsin, o ki qaldı davamlı tənə. Həmçinin səbəb olmasın, söyüşləyən. O kəs ki, tən eder insanların nəsəbində, hak etmədən insanlar bunu, onun nəsəbinə tən edir. Hara tən edirsən? Hak etmədən. Həmçinin onların diyanətində, görürsən ki, mümin kişiyə sataşır. Ya da tən edir onların irzi şərifində, yəni ləyaqətində, şərəf və ləyaqətində. İrz, yəni şərəf və ləyaqətində, yəni namusunda. Hakkı olmadan bunu etməz, mümin biri olmur. Və lə'an, həmçinin lənətləyən olmur. Və burada bir fayda gəlir sonucda, hədisdən çıxardan yekun səmərə və nəticə. Allah Nəbisi sallallahu aleyhi ve sellem digər hədisdən buyurur ki, qiyamət günü ağzı lənətli olanlar, yəni şəfaət etməkdən məhrum olacaqlar. Hədisi İmam Müslim rivayət eləmişdir. La yakunu la'inun şufa'u və la şuhada'u yevmil qiyamə. Subhanallah. Həmçinin şahid onlardan götürülməyəcək. Onlardan şəhadət götürülməyəcək. Kimdən şəhadət götürülməyəcək? Onlar şahid kimi gətirilməyəcək. Həmçinin bilirsiniz ki, hər bir mömin şəfaətə malikdir qiyamət günü. Öz əhlindən, məsələn, hafizlər şəfaət edəcək, şəhidlər şəfaət edəcək, adi kamil möminlər şəfaət edəcək, öz ailəsindən, əhlindən zəif olanları oddan qurtarma şəfaət. Bu haqda hədislər var. Sən təsəvvür eləsən, ağzın lə'an və ta'an olanda, fəhiş bəzi olanda, sən qiyamət günü bu şərəfdən məhrum olursan. Öz yaxın əqrabana. Ola bilsin ki, atan, ananın sənə ehtiyacı var qiyamət günü. Sən onlara belə şəfaət və şəhadət edə bilməyəcəksən, qəbul olmayacaq. Hədisi İmam Müslim rivayət eləmişdir. Ona görə öz nəfsimə, öz aciz nəfsimə və bütün qardaşlarıma dəvət zamanı son dərəcəli ədəbli olmaq, emosiyaya qapanmamaq və ən gözəl kəlmələrdən istifadə edərəkdən dəvət etməyi və ona çağırmağı, hətta həzər eləyəndə, hətta bidatçıdan çəkindirəndə, hətta bidatdan çəkindirəndə əxlaqı qorumağı tövsiyə edirəm. Bunun da sələfi çoxdur. İmam Buxarisin üçün bu məsələdə sələflərdən biridir. İmam Buxari rahimallah buyurur ki, qeybətin haram olmasını bilən gündən bir daha qeybət eləmədim. Bəs isnaddakı ravilərin arasında hədisi uyduranlar var, yalancılar var, hədisi qəbul olmayanlar var. Baxın İmam Buxarinin ədəminə, gör onları necə cərh edirdi. Deyir ki, hədə mətrukul hədis. Bu hədisi tərk olunan kəsdir. Və yaxud deyirdi ki, hədisuhu leysə bir şey. Onun hədisi qəbul olunmur. Onun hədisi heç nə sayılır. Niyə görə? Çünki hədis uyduranlar, qardaşlar, bir qism deyil. Onlar arasında zanadiqa var, din düşmənləri və var ki, saf insanlardır, xalis möminlərdir, abiddir, amma cahildir, savadsızdır. Sahabənin sözünü ya da tabiin sözünü Rasulullahın sözünün kimi rivayət edir və bunun hədis olmamanı bilmir. Və vahn var, o insan qaçdırır. İnsanların xeyirli kəlamıyla Rasulullahın sözlərini bir-birinə qaçdırır. Misal üçün, faydalı bir söz eşidir, dərsdə, xutbədə, yadında saxlayır və sonra onu Allah Rasulunun adına nisbət edir. Bu insan da vaddadır. Belə baxanda o da hədis uydurandır. Belə baxanda o da kəzzəbdir. Amma İmam Buxari birdən həmin ravivlərdən olar, həmin insan abiddir, amma cahildir. Belə deyək də, avam babadır, amma abiddir. Onun İslam hurma deyirlər də, hörmətini sındırmamaqdan ötürü deyərdi ki, hədisu mətruk, bunun hədisi qəbul olunmur. Hədisu lə şey, hədisi heç nə deyil. Baxın, Dəccal deməzdi ona. Başqa ravilər deyərdi. Ona görə bizdə hədis alimləri mütəşəddidun və əl-mu'tədilun var. Ədalətli olan orta yol və şiddətli olan mütəzəhilun var. Və səhlənkar olanlar var. Səhlənkar olanlar, yəni bütün zəifləri gücləndirəndir. Şiddətli olanlar ravilərə Dəccal, Kəzzəb və s. Hətta şeytan deyənlər var, misal üçün. Amma mü'tədil əsl sələf yolunda olan İmam Buxari, Müslim kimi mü'tədil imamlar, onlar nə deyərdilər? Hədithuhu la yuqbəl, hədithuhu mətruk, hədithuhu mətruk. Və hətta ki, insan təhlükəli insan olarsa deyərdi ki, vadda, hədis uydurandır,
Hatta hirzan hıfzı sünnetin Nebi sallallahu aleyhi ve sellem. Allah Nebisi sallallahu aleyhi ve sellem'in sünnetini korumaktan ötürü. Ve size bir misal çekeceğim. Bu yakınlarda çok değerli hocalarımızdan biri doktor. Ona sual verilir bir bidatçı hakkında. Soruşulur ki filan kes bidatçıdır mı? O da tarihte 220'den qabaq yaşamış bir tarikatın, bidat tarikatının əsasını qoyan insanlardandır. Həmin doktor qardaşımız, Allah onun canını sağ eləsin, ondan razı olsun, gör necə gözəl cavab verir. İstəsə deyərdi ona, şeytandır, dəccaldır, nə bilim nədir, hər cürə təyin eləyərdi. Amma elə danışdı ki, elmi, elə gözəl cavab verdi, müxtəsər və muciz, yəni qısa. Hətta o bidata düşən insanlar həvəslə onu dinləyəcəklər. Əgər onlarda insaf və Allah qorxusu varsa, deyəcəklər ki, mən niyə azmışım, daha önce düşmüşəm. Elə bunu tərk edib Allah nəbisinin yoluna niyə qayıtmayım deyə onlar da belə bu gözəl tövsiyədən səmərə görəcəklər. O həmin bidatçı necə vəsf edirdi? Əvvəlcə onun doğum tarixini neçənci əsrə düşür. Onu da gətirmə səbəbi nə oldu? O əsrdə güclü ateizm yayılır həmin ölkədə. Həmin insanda da iman qeyrəti olur. Güclü iman, İslam qeyrəti olur və ateizmə qarşı mübarizə üçün neyniyir? Dəvətə başlayır tək başına və çoxlu əzablar görür, işgəncələr görür, həbslər görür və s. Amma insan özü bidatçıdır. Sonra bizim həmin dəyərli doktor qardaşımız deyir ki, amma insana gələndə insan əhl-i sünnədən deyil, özü filan əqidənin mənsubudur. Həmin əqidə də bizdə bidat sayılır. Filan mənhəcin mənsubu, həmin mənhəc də bizdə əhl-i sünnədən sayılmır. Həmin insanın dəvət üslubu da əhl-i sünnədən deyil, əhl-i sünnəyə müxalifdir. Ədəblə gözəl bir şəkildə insanı carh eləyir. Elə carh eləyir ki, hətta müxalif tərəf, hətta o təriqətdə olanlar, əgər onlarda insaf və bəsirət varsa, deyəcək, nə gözəl izah elədi. Haqqına girmədən və Allah Rasulunun dinin haqqında qorudu və bidattan da çəkindirdi. Bidatçını da bariz şəkildə izhar edilər. Bu şəkildə çəkindiriləcək. Bax, bu hara bir də var ki, emosiyalarına qapanırsan və başlayırsan ləqəblər qoymağa. Baxsan görürsən ki, həmin ləqəb qoyan insan özündə elə o sifətlərin özü var. Yəni tanıyanlar tanıyır. Amma bu niyə lazımdır? Bu emosiyaya qapanmaq və niyə lazımdır bu şeylər eləmək? Bunların heç birində xeyir, bərəkəti yoxdur və bu hədislə xitam verim dərsə İnnəllaha la yu'ti alə rifqi mə la yu'ti aləl unuf ravahul Buxari. Allah-u Teala yumşaqlığa, rifqa, liyinə verdiyi xeyir və bərəkəti kobudluğa verməmişdir. Hədə və sallallahu və səllim alə nəbinə Muhammed və alə alihi və sahbi ecmaîn.